Salam əziz izləyicilərim. Bugün mən Valdorov salatı hazırlayacağım. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Bizə lazım olacaq 3-4 ədəd yaşıl turş alma. Almaları kubkub şəkildə doğrayırıq. Doğradıqdan sonra bir qaba əlavə eləyib tez üstünə limon sıxırıq ki, almalar qaralmasın. Və limon sıxıb qarışdırıb bir qırağa qoyuruq. Digər ərzaqları isə başqa bir qaba əlavə eləyirik. Toyuğun düş əti, qoz, iceberg kələmini doğrayırıq. Mən çox balaca olmayacaq formada doğradım. Balaca da doğraya bilərsiniz. Biraz bundan böyük də doğraya bilərsiniz. Mən bu formada doğradım. Üstünə 2 diş sarımsağı da əlavə eləyirəm. Duz istiota da əlavə eləyib qarışdırıram. Almanı da əlavə eləyirəm ki, salatımız hazırdır. Demək olar ki. Duz istiota atıb, mayonez də atıb yaxşıca qarışdırıram. Yaxşıca qarışdırandan sonra servis eləyib nuş eləyə bilərsiniz. Bu reseptlə eləyəcək olan hər kəsə indidən nuş olsun. Çox sadə,